Salam, bu günlər təşkilatlara xəritə üzrə baxacağıq. İlk növbədə OPEC təşkilatına baxaq. OPEC təşkilatı neft ixracatçısı ölkələrin birliyi deməkdir. 1960-cı ildə yaradılıb. OPEC təşkilatının baş qərargahı Viyana şəhərində yerləşir. OPEC-ə üzv olan ölkələr Səudiyyə Ərəbistandır, İraq, İran, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdir Asiyadan. Afrikadan, Şimali Afrikadan Əlcəzair, Liviya, Mərkəzi Qərbi Afrikadan Nigeriya, Ekvatorial Qvineya, Qabon, Kongo və Anqoladır. Cənubi Amerikadan isə bir dənə Venezuela OPEC təşkilatına üzv olan ölkədir. NAFTA Şimali Amerika Azad Ticarət Zonasıdır. NAFTA 1949-cu ildə yaradılıb. NAFTA üzv olan ölkələr Şimali Amerikada Kanada, ABŞ, Meksikadır. ALADI təşkilatı Latin Amerikası ölkələri assosiasiyasıdır. 1969-cu ildə yaradılıb. 1980-ci ildə isə ALADI kimi fəaliyyət göstərir. ALADİyə üzv olan ölkələr Şimali Amerikadan Meksika, Mərkəzi Amerikadan Kuba və Cənubi Amerika ölkələri aiddir. Mərkəzi Amerikadan Panama və Cənubi Amerika ölkələri Kolumbiya, Ekvador, Peru, Çili, Argentina, Uruqvay, Paragvay, Boliviya, Braziliya, Venezuela. Buradan Fransız Giviyanası da aid deyil. Daha sonra gəldik Türk Dövlətləri Təşkilatına. Türk Dövlətləri Təşkilatı 2009-cu ildə yaradılmışdı. Türkiyə ölkələrinin birliyidir. Bura üzv olan ölkələr Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızstandır. 5 ölkə üzdür. 2 dənə ölkə isə müşahidəçidir. Müşahidəçi olan ölkələrimiz buradan Türkmenistandır və bu hissədən isə Macarıstan müşahidəçi ölkədir. MDB təşkilatına üzv olan ölkələr MDB 1991-ci ildə yaradılmışdı. SSR sistemi dağıldıqdan sonra müstəqil olan ölkələr MDB təşkilatında birləşdi. Rusiya, Belarusiya, Moldova, Ermənistan, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan MDB təşkilatına üzdür. Türkmənistan MDB təşkilatında müşahidəçi qismində iştirak edir bu arada. Deməli, Şimali Asiyadan Rusiya oldu, Şərqi Avropadan Belarusiya, Moldova, Cənub-Qərbi Asiyadan Ermənistan, Azərbaycan, Mərkəzi Asiyadan Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan da müşahidəçi qismində iştirak elədi. Daha sonra ASEAN ölkələri Cənub-Şərqi Asiya ölkələri demək, Cənub-Şərqi Asiya ölkələrinin birliyidir. Bura aiddir Hindçin yarımadasından Myanma, Tayland, Laos, Vyetnam, Kamboca, Malayziya, burada Singapur ada dövləti, Malayziyanın bir hissəsi Kalimantan adasında, Brunei, İndoneziya və Filippinə aiddir. ASEAN ölkələrinə üzv olan, yəni Cənub-Şərqi Asiya İttifaqı ölkələrinə üzv olan ölkələrdən bir dənə Laosun dünya okeanına birbaşa çıxışı yoxdur. Daha sonra keçdik növbəti təşkilatımız BRICS təşkilatıdır. BRICS təşkilatı Braziliya, CAR, Hindistan, Çin və Rusiyanın birləşməsindən yaranmış, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin birliyindən yaranmış bir təşkilatdır. Sürətlə inkişaf edən ölkələrdir təsərrüfatları. Daha sonra İslam Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Pakistan, İran və Türkiyənin tərəfdaşlığı ilə yaranıb. Pakistan, İran və Türkiyənin tərəfdaşlığı ilə yaranıb. İslam ölkələrində elm, təhsil və mədəniyyəti inkişaf etdirmək məqsədilə yaranıb. Bura aid üzv olan ölkələrə Mərkəzi Asiyanın Türk dövlətləri, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, Pakistan, Əfqanistan, Türkiyə, Səudiyyə Ərəbistan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Yəmən üzdür. Cənubi Amerikadan bir dənə Fransız Giviyanası üzdür. Afrikanın isə Şimali Afrika ölkələri və Somali, Mozambik İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdir. Daha sonra NATO ölkələri, NATO hərbi bir təşkilatdır. 1949-cu ildə yaradılıb. Mərkəzi qərargahı Brüsseldə yerləşir. NATOya Şimali Amerikadan ABŞ-la Kanada üzdür. Qərbi Avropa ölkələri demək olar ki, hamısı üzdür. Qərbi Avropa ölkələrindən əlavə Şərqi Avropadan Estoniya, Latviya, Litva da üzdür. Bura Cənub-Qərbi Asiyadan Türkiyə üzdür. Avropa ölkələrindən üzv olmayanlar hansılardır? İrlandiya NATOya üzv deyil. Avstriya, İsveçrə NATOya üzv deyil. İrlandiya, Avstriya, İsveçrə Qərbi Avropa ölkələrindən NATOya üzv deyil. Şərqi Avropadan isə Estoniya, Latviya, Litva üzv oldu. Cənub-Qərbi Asiyadan. Sonra burada Bolqarıstan, Rumıniya üzdür. Cənub-Qərbi Asiyadan isə Türkiyə üzv olan ölkədir.
Daha sonra gəldik Avropa İttifaqı ölkələri. Avropa İttifaqı ölkələri Qərbi Avropa ölkələrini əhatə edir və Şərqi Avropa ölkələrindən bəziləri. Avropa İttifaqına üzv olmayan Qərbi Avropa ölkələri İslandiyadır, Norveçdir, Böyük Britaniyadır və İsveçrədir. Norveç, İsveçrə, Böyük Britaniya, İslandiya. Qərbi Avropadan Avropa İttifaqına üzv deyil. Şərqi Avropadan yenə Estoniya, Latviya, Litva, Polşa, Rumıniya, Bolqarıstan Avropa İttifaqına üzv olan ölkələrdir. Şengen zonasına daxil olan ölkələr, Şengen zonası deyəndə ölkələr bir-birlərinə keçərkən vizasız keçmə imkanları var. Bura üzv olan ölkələr əsasən Qərbi Avropanın 29 ölkəsidir. Üzv olmayan ölkə Böyük Britaniyadır, İrlandiyadır, Danimarkadır. Bu ölkələr Şengen zonasına daxil deyirlər. Daha sonra BMT bilirik ki, Birləşmiş Millətlər Təşkilatı ən mühüm təşkilatımızdır. BMT-nin 5 dənə daimi üzvü var. ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin. BMT-nin daimi üzvləri. Şimali Amerikada ABŞ, Qərbi Avropada Böyük Britaniya, Fransa, Asiyada Rusiya və Çin BMT-nin daimi üzvləridir. Qoşulmama hərəkatına üzv olan ölkələr heç bir təşkilata üzv olmayacaqlarını, heç bir ölkə ilə müharibə aparmayacaqlarını öz öhdəliyinə götürən ölkələrdir. Buradan görürük ki, qoşulmama hərəkatına üzv olan ölkələr Venezueladır, Kolumbiyadır, Ekvadordur, Perudur, Çilidir, Boliviyadır. Afrika ölkələrində demək olar ki, hamısı, Cənub-Qərbi Asiya ölkələri, Cənubi Asiya ölkələri, İndoneziya, Monqolistan bu qoşulmama hərəkatına üzv olan ölkələrdir. Qoşulmama hərəkatına müşahidəçi qismində üzv olan ölkələr isə Qazaxıstandır, Çindir, Braziliyadır, Argentinadır, Uruqvaydır, Meksikadır. Bunlar da qoşulmama hərəkatına üzv olan, müşahidəçi qismində üzv olan ölkələrdir. Daha sonra gəldik digər təşkilatlarımızdan. Quam təşkilatı var. Quam təşkilatı Gürcüstan, Ukrayna, Azərbaycan, Moldovanın birləşməsindən yaranan təşkilatdır. Burada da göstərək Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova. Bu ölkələrin birləşməsindən yaranmışdır 97-ci ildə. Quam təşkilatına üzv olan müşahidəçi ölkələr Türkiyə və Latviya ölkələridir. Daha sonra Qeydiyyat Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı. Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr yalnız Qaradənizə çıxışı olan ölkələr deyil, çıxışı olmayan bəzi ölkələr də bu təşkilata üzvdür. Üzv olan ölkələr Rusiyadır, Ukraynadır, Türkiyədir, Yunanistandır. Daha sonra Balkan yarımadasından Albaniyadır, Qaradənizə çıxışı olan Rumıniyadır, Serbiya, Moldova, Bolqarıstan, Gürcüstan, Azərbaycan, Ermənistan. Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdir. Yaşıl rəngdə gördüyümüz ölkələr. Bunlardan Azərbaycanın Qaradənizə çıxışı yoxdur. Ermənistanın ümumiyyətlə heç bir dənizə çıxışı yoxdur. Daha sonra Moldovanın Qaradənizə çıxışı yoxdur. Serbiyanın Qaradənizə çıxışı yoxdur. Albaniyanın Qaradənizə çıxışı yoxdur və Yunanistanın Qaradənizə çıxışı yoxdur. Bu ölkələr Qaradənizə çıxmasa da Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləridir. Bundan başqa beynəlxalq təşkilatlarımızdan ECO var. İslam İqtisadi Əməkdaşlıq Təşkilatı dedik Türkiyə, İran və Pakistan hesabına 85-ci ildə yaradılmışdı. İslam Əməkdaşlıq Təşkilatı. FAO Ərzaq Təhlükəsizliyi Təşkilatıdır. ÜMT Ümumdünya Meteorologiya Təşkilatıdır. Hava proqnozları ilə bağlı məlumat verir. BDT Beynəlxalq Dəniz Təşkilatıdır. UNEP faydalı qazıntıların çıxarılması üzrə ekoloji təşkilatı ki, BMT nəzdində fəaliyyət göstərir. Greenpeace qeyri-hökumət təşkilatıdır, ekoloji təşkilatdır. ÜTT Turizmin təbliği üzrə rəsmi təşkilatdır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi 1957-ci ildə yaradılıb, 168 ölkə üzvdür. UNESCO Elm Təhsil Mədəniyyət üzrə təşkilatdır. BMT-nin nəzdində. İSOSCO isə BMT-nin nəzdində deyil, müstəqildir. İslam Elm Təhsil və Mədəniyyət üzrə təşkilatdır.